Aleykümselam və rəhmətullahi və bərəkatuhu. Yəni kişinin WhatsApp-da qadın iş yoldaşı olsun, kim olursa olsun, yəni yazışması xüsusən də xəlvət ortamda icazəli deyil. İcazəli deyil. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim qadınla ikilikdə qalarsa onların üçüncüsü şeytan var. Yəni orada fərq etmir. İnsan öz nəfsinə güvənməli deyil axı. Mən sadəcə iş barəsində danışıram və s. Çünki Yusuf əleyhissalam belə öz nəfsinə güvənmədi. Yəni Allahın nəbisi, Allahın peyğəmbəri. Nə deyir? "Və mə uberri'u nəfsi, innən nəfsə ləəmmaratun bisu." Mən özümü nəfsimi təmizə çıxartmıram, bəraət qazandırmıram. Həqiqətən nəfs insana pisliyi əmr eləyəndir. Və başqa ayədə buyurur ki, o pisliyi Yusufdan biz çəndərdik, yoxsa o da nəfsinə uyanlardan olardı. Fikir verin, fikir verin. İnsan ondan sonra hansı insan öz nəfsinə arxayın ola bilər ki? O fitnələrə qapı bağlamaq lazımdır. Yəni işdir, məsələn iş qrupu varsa eyb etməz, bəli. Yəni orada bir xəlvət yoxdursa, iş qrupu varsa, hətta orada belə səs atmaq yaxşı deyil yəni. Yəni fitnəyə qapı açmaqdır bu. İş qrupu varsa orada müəyyən iş barəsində yazışma olar. Lakin xəlvətdə mən işi yəni danışıram və s. Yəni belə şeylər olmaz. Doğrusunu Allah bilir.